Salam, hər vaxtınız xeyir olsun, əsən olun. Bugün bizim hərəkət necə bir hərəkətdir konusuna toxanmaq istəyirəm. Hər zatdan öncə demək gərəkir ki, yalnız bir gerçək, təkcə bir doğru yoxdur. Çeşitli dünya görüşlərində, çeşitli baxış açılarında, çeşitli gerçəklər, çeşitli doğrular ola bilər. Hər kimsə dünyanı gördüyü kimi, eşitdiyi kimi, toxandığı kimi, duyduğu kimi, söylədiyi kimi başa düşüb, ona söykənərək yargılayır. Görər, eşidər, söylər, toxanar və duyar insan. Gözü görməz, qulağı eşitməz, dili söyləməz, toxana bilməz, duya bilməz insandan fərqli dünyanı görür. Ancaq gördüklərimiz də yanlış ola bilər. Eşitdiklərimiz də uydurma, yalan ola bilər. Söylədiklərimiz də caydırma, saxta ola bilər. Duyduqlarımız, toxandıqlarımız da tam dünyalıların duyduqları, toxandıqları kimi də olmaya bilər. Ancaq mən bizim hərəkət necə bir hərəkətdir konusuna, bu sorğuya, bu soruşmaya, bu suala öz dünya görüşüm əsasında, öz baxışıma söykənərək cavab vermək istəyirəm. Məncə, Azərbaycan Milli Hərəkəti, bizim hərəkət, məşruta azadlıq hərəkətinə dayanan bir hərəkətdir. Səttarxanın, Bağırxanın, Əli Musulunun, Simgətülislamın başladığı hərəkət, şəhid Şeyx Məhəmməd Xiyabanının davamladığı hərəkət, şəhid Pişəvəri, şəhid Firidun İbrahimi və Məhəmməd Biriya və başqalarının davamladığı hərəkət, rəhmətlik Profesor Məhəmməd Təqi Zehtabi, Profesor Məhəmməd Əli Fərzanə, Döhdü Cavad Heyət, Profesor Nutqu və başqaları bu hərəkəti bizə çatdırdılar. Sonralar Hüseyn Məhəmmədzadəyə Sədiqlər, Həsən Dəmirçilər, Çəngiz Bəxtavərlər, rəhmətlik Zöhrə Vəfailər, Susən Nəvadiyə Rəzilər və başqaları bu hərəkəti bizə anlatdılar. Elə indi də içimizdə çoxları vardır. Adlarını saymaqla bitməz. Döhdür Hüseyn Məhəmmədxani Güleyli, Həsən Raşidi, Əkbər Azad, Əlirza Sərrafi, Təranək Fərid, Zəkiyə Zulfiqari, Nigar Xiyavi və çoxları. Bu insanlar hökuməti yıxmaq üçün hərəkət etmirlər. Bərəndazı üçün hərəkət etmirlər. İranı parçalamaq üçün hərəkət etmirlər. Bu insanlar Rəcəviçilər kimi, Pəhləviçilər kimi, Pankürdülər kimi hərəkət etmirlər. Bu insanlar Azərbaycan millətini, İranda yaşayan bütün türkləri, Qaşqailəri, türkəmənləri, bıçaqçı türkləri, xələc türkləri və başqalarını oyadıb, öz milli kimliklərinə söykənmək üçün, öz yurdularını qorumaq üçün, hərəkət etmək üçün çabalayırlar, çalışırlar. Bəlli ki, bizim qəddar düşmənlərimizlə işbirliyi edən insanlar, gəlin onlarla birlikdə bu hökuməti yıxıb, onlarla birlikdə yeni bir, nə bilim, demokratik, federal və başqa adlar altında hökumət quraq deyən insanlar bizim yoldaşımız deyirlər. Onlar bizi
aradan qaldırmaq üçün hərəkət edirlər. Rəcəviçilər, Pəhləviçilər, Pankürdlər bizim yoldaşımız deyirlər. Onlar bizə yad, bizə biganə, bizə düşmən sayılırlar. Onlar bizə aradan qaldırmaq istəyirlər. Pəhləviçilərin ürəyi bizə yanmaz. Pankürdlər bizim torpağımıza göz tikiblər. Onlar bizə yoldaş ola bilməzlər. Rəcəviçilər bizə dost ola bilməzlər. Onlar bizə düşməndirlər. Bəlli ki, bu nizamın içində də bir sıra nüfuz etmiş insanlar vardılar ki, bu hökumətə sızıb və türk düşmənliyi əsasında hərəkət edirlər. Adlarını hər nə qoyursuz qoyun. İran şəhri, Azərici. Hər nə adını qoyursuz qoyun. Ancaq bu hökumətin içində də bir sıra insanlar var ki, bizə düşmən sayılırlar. Ancaq bu hökumətin ideolojisi, bu hökumətin düşüncəsinin binövrəsi türk düşmənliyi əsasında qurulmayıbdır. Ən azı dildə İran İslam Cumhuriyyəti deyilir. Ən azı dildə bütün qovmiyyətləri rəsmiyyətə tanıyırlar. Ən azı dildə 15-ci əsl qanunda vardır. Ən azı dildə çoxlu qanunlar var ki, onlara söykənib öz haqlarımızı diləyə bilirik, istəyə bilirik. Ən azı bu hökumətdə bir türk cumhurbaşqanı ola bilir. Ən azı bu hökumətdə kitablarımızı olduğu qədər bastıra bilirik, çap edə bilirik, xalqa çatdıra bilirik. Ən azı bu hökumətdə az da olsa öz ola bilirik. Özgələnmədən özlənməyə doğru, özləşməyə doğru hərəkət edə bilirik. Ona görə biz bu hökuməti yıxmaq üçün hərəkətə keçməmişik. Biz millətimizi maarifləndirmək üçün, millətimizi bilgiləndirmək üçün, millətimizi öz kimliyini tanımaq üçün, millətimizi öz yurduna dayaq olub, öz yurdunu qorumaq üçün başa salıb, hərəkətə gətirmək üçün hərəkət edirik. Bizi Rəcəviçilərə, Pəhləviçilərə, Pankürdlərə qatmayın. Əziz yoldaşlarım, onlardan uzaq gəzin. Onlardan bizə çıraq yanmaz. Onlar bizi qaranlığa doğru aparırlar. Onlar bizi aradan qaldırmaq üçün hərəkət edirlər. Onların hər hərəkəti bizlə düşmənlik əsasındadır. Onlara söykənməyin, onlardan himayət eləməyin, onlara arxalanmayın, onlar kimi hərəkət etməyin. Çalışın, millətimiz daha çox türkü muhtəvalar, türkü sözlər, paylaşımlar, yazılar, mətləblər, kitablar yazıb paylaşsınlar. Çalışın ki, Urmu gölümüzü qoruyaq. Fərq etməz. Bütün çərçivələrdə, hər çərçivədə öz millətimizi qorumalıyıq, öz yurdumuzu qorumalıyıq. Ancaq düşmənlərimizlə iş birliyi etməməliyik. Onlar bizə rəqib sayılırlar. Onlar gözləyirlər ki, gəlib bizə qəddarcasına hökumət etsinlər. Onlar gəlirlər ki, bizim torpaqlarımızı işğal etsinlər. Onlara qarşı dayanmalıyıq. Onlarla birləşməməliyik. Var olun, sağ olun. Bizim hərəkətlə olun. Birlikdə, birgə hərəkət edin. Sağ olun.